dənizin köpükləri qədər, səhranın qumları qədər, ağacların yarpaqları qədər günahı olsa belə Allah onun günahlarını bağışlayar. Və hətta qiyamət günündə oda atılan 700 qohum əqrabasına şəfaət edə bilər. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Salamlayıram sizi əziz dəyərli dostlar, hər vaxtınız xeyir. İnşallah qarşıda mübarək Rəcəb ayının gecələrindən biri Rəğaib gecəsi gəlir və mən istəyərdim bu Rəğaib gecəsi haqqında məlumat verəm, əməlləri və namazı haqqında. İnşallah dekabr ayının 25-i, Rəcəb ayının 4-ü Rəğaib gecəsidir. Və Rəğaib gecəsi nədir və nələrdən ibarətdir? Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Rəcəb ayının 1-ci cümə gecəsindən qafil olmayın. Çünki mələklər bu gecəni Rəğaib gecəsi adlandırmışlar. Bir hədisdə nəql olunur ki, Rəğaib gecəsi, yəni gecənin 1/3 keçdikdən sonra yerin mələikələri və asimanın mələikələri Kəbə evində toplaşarlar və cəm olarlar və Allaha dua eləyərlər. Allah mütəal nida eləyər: "Ey mələklərim, məndən nəsə istəyiniz varmı? Sizin istəyinizi həyata keçirdəm." Mələklər cavab verərlər: "Ey Allahım, bu ayda, yəni Rəcəb ayında oruç tutanları bağışla." Allah isə cavab verər: "Bəli, sizin istəyinizi qəbul etdim, oruç tutanları əfv elədim." Daha sonra Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdu ki, hər kim cümə axşamı günü oruç tutsa və axşam məğrib və işa namazları arasında 12 rükətli namaz qılsa, yəni 2 rükət olmaqla 12 rükətli namaz qılsa, hər rükətdə Fatihədən sonra 3 dəfə Qədir surəsini və 12 dəfə İxlas surəsini oxusa və namazı tamamladıqdan sonra aşağıda gördüyünüz zikri oxusa ki, 70 dəfə mənə salavat göndərsə, amma salavat nə cür olacaq? Allahumma salli ala Muhammedin nəbiyyin, ummiyyin və ala alihi. Aşağıda qeyd edirəm videonun aşağısında görə bilərsiniz. Və bunu dedikdən sonra səcdəyə gedib, səcdədə 70 dəfə Subbuhun, Quddusun, Rabbul Mələikəti və Ruh zikrini desə və daha sonra səcdədən başını qaldırsa, Rabbiğfir vərhəm və təcavəz əmmə ta'ləm innəkə əntəl aliyyül əzəm zikrini desə, yenidən səcdəyə gedib, birinci səcdədə olduğu kimi 70 dəfə yenə də Subbuhun, Quddusun, Rabbul Mələikəti və Ruh zikrini desə və namaz tamamdır. Və bundan sonra hədislərdə var, Peyğəmbər buyurur, insan, şəxs, bu mömin kişi və qadın fərq etməz. Allahdan nə istəsə, nə hacəti olsa, Allah mütləq onun hacətini həyata keçirdər. Həzrəti Peyğəmbər sözünün ardında buyurdu: "And olsun o kəsə ki, canım onun əlindədir. Hər kim bu namazı qılsa, dənizin köpükləri qədər, səhranın qumları qədər, ağacların yarpaqları qədər günahı olsa belə Allah onun günahlarını bağışlayar. Və hətta qiyamət günündə oda atılan 700 qohum əqrabasına şəfaət edə bilər." Görün, nə qədər namazın savabı var. Və bundan da əlavə qəbrin ilk gecəsində həmən namaz insana şəfaət edir. İnsan, bilirsiniz, qəbrin əvvəl gecəsi vəhşətdir, yəni qorxudur. İnsan başının üzərində bir nurlu sima görər, xoş sima görər. Deyərsən kimsən ki, mən dünyada sənin üzlü bir sima görməmişəm. Həmən varlıq cavab verər. Deyər, ey mənim sevimli dostum, mən sənin filan vaxtı, filan məkanda, filan zamanda, filan ayda qıldığın həmən namazam ki, gəlmişəm indi sənə qəbrin ilk gecəsində, yəni çətin anında sənə şəfaət edəyəm və sənə kömək olam. Bu gecə sənin haqqını verməyə gəlmişəm və bundan da əlavə sənin vəhşətini aradan qaldırmağa gəlmişəm ki, bəli, bu namaz qiyamət günündə də insanın həmçinin qiyamət səhnəsində başının üzərinə kölgə salacaq inşallah. Və bu qədər inşallah mən qısa olaraq Rəcəb ayının Rəğaib gecəsinin namazı haqqında və onun fəziləti haqqında məlumat verdim. İnşallah Allah qəbul eləsin, dua eləyərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.